Yoldaşlar, hər vaxtınız xeyir olsun. Deməli, zərf mövzusunun izahını sizlərlə bölüşürəm. Dərsdə bunu izah etdikdən sonra indi lövhədə təzədən izahatını qeyd edirəm. Deməli, əvvəla bunu bilin ki, zərf əsas nitq hissəsidir və zərfi feili bitirdikdən sonra izah edirəm. Səbəbi nədir? Zərf feillə bağlı olur. Yəni, feillə bağlı olduğundan biz feili birinci dərk eləməliyik. Bunu bildikdən sonra zərf daha da rahat gəlir. Çünki zərf hərəkətin tərzini, yerini, miqdarını, zamanını bildirir. Və hərəkət dediyimiz feildir. Aydındırmı? Sualları əgər hərəkətin tərzini bildirirsə, nə tərzdə, necə, nə cür suallarına cavab verir. Yerini bildirirsə, hara, haraya, harada, haradan kimi suallara cavab verir. Və niyə haranın sualına cavab vermir? Zərf yadınızda saxlayırsınız ki, haranın sualına cavab vermir. İsmin sualdır. Deməli, miqdar zərfləri nə qədər, nə dərəcədə suallarına cavab verir. Nə qədər və nə dərəcədə sualına cavab verir. Deyə bilərsiniz ki, neçə sualına niyə cavab vermir? Neçə sayın sualdır. Aydındırmı? Sonra gəldik nəyə? Birinci, deməli, zərfin kitablarda danışırlar qurucu növündən sadə, düzəltmə, mürəkkəb. Bizə onlar ən sonda lazımdır. Biz birinci bilək ki, məna növləri hansılardır, zərflərlə tanış olaq, heç tanış olmayanlarınız var. Zərfin məncə növlərindən danışarkən birinci tərz hərəkət zərflərinə baxaq. Tərz hərəkət zərfləri budur ki, hərəkətin, yəni feilin, yuxarıda da göstərdiyimiz kimi nəyini bildirəcək? Tərzini bildirəcək. Bu bir növ, belə deyim də, biz necə deyirdik, sifətdə əşyanın necəliyini bildirir. Eyni zamanda da düşünə bilərik ki, tərz hərəkət zərfləri hərəkətin necəliyini, yəni tərzini bildirir. Aydındırmı? Necə, nə cür suallarına cavab verir, nə tərzdə sualına cavab verir. Məsələn, deyirəm, bu uşaq yaman danışdı. Baxın, bu hərəkətiniz necə danışdı? Yaman danışdı. Bu da zərfiniz. Necə sualına cavab verdi. Və kök və şəkilçi ayıranda da sadə tərz hərəkət zərfidir. Aydındırmı? Amma bu yaman sözü pis mənada da işlənəndə deyirəm, yaman qız və s. Elə olduğu halda isə sifət olur. Məsələn, Nailə ürəklə gülür. Ürəklə gülür. Baxın, sual verin, gülür hərəkətdir. Necə gülür? Ürəklə gülür. Aydındırmı? Lalə deməli, zərf düzəldən şəkilçidir. Necə gülür? Ürəklə gülür. Amma desəm ki, laləni biz bəzən də ilə qoşmasının qısaldılmış forması la kimi də görə bilərik. Yadınızda saxlayın, ilə qoşmasının qısaldılmış forması lalə olduqda nə ilə, kim ilə sualına cavab verəcək, nə ilə və kim ilə sualına cavab verəcək. Bunu bununla qarışdırmaq olmaz. Məsələn, bıçaqla kəsdim, bıçaqla kəsdim. Sual verin, nə ilə kəsdim? Deməli, bıçaq burada isimdir, la isə qoşmadır. Nə ilə kəsdim? Adlı xala qoşulan qoşmadır, keçəcək bunlar. Deməli, hələlik bilin ki, la ilə həm zərf düzəldən şəkilçi ola bilər, həm də ki, qoşmanın qısaldılmış forması ola bilər. Bəzən də bağlayıcı kimi görə bilərsiniz. Məsələn, deyirəm ki, bunu necə deyim? Məsələn, deyirəm ki, Lalə ilə, bunu bitişdirim. Lalə ilə dostu görüşdülər. Bu ayrı şeydir. Bəzən də belə görə bilərsiniz. Məsələn, Lalə ilə mən getdim, birləşik formada görə bilərsiniz. Bu zaman necə olur? Vəni əvəz eləyə bilirsə, Lalə və mən, vəni qoya bilirsə, bağlayıcıdır. Yox, qoya bilmirsə, qoşmadır. Heç bunu hələ deməli, qarışmayaq, onsuz da köməkli hissələrini keçəcəyik. Nə ilə
kəsdim, bıçaqla kəsdim. Nə ilə sualına cavab verə bilirəmsə, burada la burada qoşmadır. Zərf düzəldən şəkilçi deyil. Zərf düzəldən söz hansı suala cavab verməlidir, necə, nə ilə işlənməlidir? Hərəkətlə bağlı olmalıdır. Cümlənin əvvəlində də işlənə bilər. Amma yenə də feillə bağlı olmalıdır. Yəqin ki, bura qədər başa düşdük. İndi bəzi tərz hərəkət zərflərimizə baxaq. Məsələn, ən çox bizi yanılda biləcək sözlərimiz var ki, təkrar sözü olsun. Bu təkrarı çox vaxt miqdar zərfi ilə qarışdırırlar. Miqdar zərfi deyil. Bu tərz hərəkətdə deyirəm, məsələn, təkrar danış. Necə danış? Təkrar danış. Nə qədər danış deyil o. Necə danış? Təkrar danış. Nədir bu? Tərzi hərəkət zərfidir. Aydındırmı? Sonra pis gülür. Necə gülür? Pis gülür. Tərz hərəkət zərfidir. Amma pis qız olarsa, pis qız. Görürsünüz burada nədir? Sifət. Amma burada yazmışam. Pis insan olma. İnsanın qabağında, ismin qabağında gəlib deyə oldu sifət. Amma pis düşünmə, burada oldu zərf. Aydındırmı? Aydındır. Sonra bəzən də deyirik ki, yoldaşlar, bunu qarışdırırlar. Tərz hərəkət zərflərindən feili bağlamanı qarışdırırlar. Ümumiyyətlə, feili bağlama keçəndə nə demişik? Feili bağlama feillə zərfin ortaq xüsusiyyətlərini daşıyır. Orada bir hərəkət var. Amma zərflərdə hərəkət yoxdur. Zərf özü hərəkətə bağlı olur, amma zərfdə hərəkət yoxdur. Məsələn, pis sözündə, təkrar sözündə hərəkət varmı? Xeyr. Amma məsələn, dostum vərəqi cırıb getdi. Baxın, burada feili bağlama cırıbdır. Necə getdi? Cırıb getdi. Bu feili bağlamadır. Necə? Bax, zərfin sualına cavab verir? Verir. Zərf kimi feilin yanında gəlir? Gəlir. Amma feildir bu. Cırıb getdi. Aydındır. Ortaq xüsusiyyətlərə, feili bağlama zərflə feilin ortaq xüsusiyyətlərinə malikdir. Necə getdi? Cırıb getdi. Cümlə üzvü olaraq zərflik olur. Zərflə ortaq xüsusiyyətləridir. Amma buna siz deyə bilmərsiniz bu zərfdir. Bu feili bağlamadır. Ortaq xüsusiyyət daşımaq ayrı şeydir, zərf ayrı şeydir. Qarışdırmayın. Sonra var. Gəlirik indi zaman zərflərindən danışaq. Zaman zərflərimiz hansılardır? Hərəkətin zamanını bildirir. Baxın, yenə deyəm yoldaşlar, hərəkətin zamanını bildirir. Nə zaman, haçan suallarına cavab verir. Məsələn, hərdən, ara bir, gündə, sonra çoxdan, günorta, axşam tərəfi, axşamüstü, ara sıra, günbəgün, hərdən bir, anbaan, olsun sonra, əvvəl, sonra, hələ sözü mütləq yadınızda saxlayın. Hələ zaman zərfidir, yenə sözü zaman zərfidir. Soruşacağım bunları bir. İndi hardan bilək, bunlardan hansı sadədir, hansı sözmü deyil. Hərdən sözü, ara bir sözü. Baxın, ara bir mürəkkəbdir. Gündə sözü düzəltmədir, hərdən düzəltmədir. Sonra çoxdan düzəltmədir, günorta mürəkkəbdir. İki söz birləşib. Axşam tərəfi mürəkkəbdir. Ara sıra mürəkkəbdir, hərdən bir mürəkkəbdir. Günbəgün, babə ilə düzələn ünsürlər, anbaan, günbəgün. Bunlar nədir? Zərflərdir. Aydındırmı? Məsələn, rəngbərəng geyinmişdi. Burada da rəngbərəng tərz hərəkət zərfidir demişdik. Sifətdə demişdik ki, babə ilə düzəlib bu zərfdir. Yenə sözü deyirəm, yenə gəldi. Nə zaman gəldi? Yenə gəldi. Sadə zərflərdir. Sonra gedərsən, sadə zərfdir. Əvvəl gəl, sadə zərfdir. Hələ oxumayıb, nə zaman oxumayıb? Hələni çox vaxt qarışdırırlar, sadə zərfdir. Aydındırmı? İndi
Həmin elə zərflərdən danışmışıq, zaman zərflərindən. Elə burada əvvəl, bir də qabaq sözlərdir ki, həm qoşma kimi işlənə bilər, həm də zərf kimi işlənə bilər. Fərqi nədir? Əgər cümlədə əvvəl sözü özündən qabaq işlənən sözə baxırıq. Əgər biz bilirik axı qoşma olduğu halda indi keçməsək də qoşmalar özündən əvvəl müəyyən hallara qoşulmalıdır. Əvvəl, qabaq sözləri, sonra bu sözlər özündən əvvəl çıxışlı hallı sözə qoşulur. Səndən əvvəl görək çıxışlı hallı sözdür. Belə gördüyümüz halda olur qoşma. Yox, əgər əvvəl, qabaq, sonra sözləri hərəkətlə əlaqədardırsa, əvvəl düşün, sonra danış. Belə olduğu halda və özündən əvvəl heç bir çıxışlı hallı söz ya hal şəkildə qəbul edən söz gəlmədiyində biz buna deyəcəyiksə, əvvəl sözlə deyəcəyik zərf. Amma yox, əvvəl sözdən əvvəl qoşmalı söz gəlibsə, hal şəkildə söz gəlibsə, ona biz deyəcəyik qoşma. Yəqin ki, bunda başa düşdük. Sonra bizim qaldı yer zərflərimiz. Yer zərflərimiz hansılardır? Baxın, yer zərflərini deyəndə bəzən mənə deyirlər ki, bəs hara sualına cavab verən isimlərlə necə fərqləndirək? Mən deyirəm ki, location, yəni yer zərfləri dəqiq məkan bildirmir. Məsələn, bir var deyirəm ki, Sumqayıt, bir var deyirəm Bakı. Bunlar dəqiq məkan bildirir. Amma yer zərflərimiz isə dəqiq məkan bildirmir. Baxın, ora, bura, sağ, sol, sağa, sola, yuxarı, aşağı, irəli, geri, içəri və s. Baxın, bunlar deməli yer zərfləridir. Olsun yaxınlıqda sözü, aydındır. Sonra ora, bura sözü, irəli, geri sözü, üzü yuxarı sözü. Baxın, bunlar hamısı location bildirir. Bunlar hamısı istiqamət bildirir. Belə deyim də sizə daha yadda saxlayın. Ora sözü sadə sözdür. Yəni onu götürüb aranı şəkilçi kimi düşünməyin. Sadə sözdür. Bura sözü sadədir. Sadə kökdən təşkil olunub. Sonra yuxarı sözü bilirsiniz sadədir. İçəri sözü sadədir. İç əri ayrı deyil də, elə bil ki, içəri sadədir. Yaxınlıqda sözü baxın düzəl. Yaxın sözün kökü lıqda deməli danı belə yazım. Aha. Leksikdir. Sonra düzəltmədir. İrəli, geri bunlar sadədirlər, aşağı sadədir. Ora, bura mürəkkəbdir. Dərsdən yazıb. İrəli, geri mürəkkəbdir. Üzü yuxarı mürəkkəbdir. Başqa biz deməli yer zərflərindən danışanda da məsələn deyirəm ki, sən yuxarı get. Yəni yuxarı istiqamətdə get. Deyirəmsə, necə get? Yuxarı get. Olur bu nə? Yer zərfi. Məsələn, deyirəm, içəri gəl. Yer zərfi. Yaxınlıqda, məsələn, aptek var. Harada aptek var yaxınlıqda? Yer zərfi. Qaldı miqdar zərflərimiz. Miqdar zərflərimiz hərəkətin miqdarını bildirir. Hərəkətin miqdarını bildirir. Və biz bunu indi nə ilə fərqləndirməliyik? Sayla. Say necə əşyanın miqdarını bildirirdi? Axı bu zərfdə isə miqdar zərfləri hərəkətin miqdarını bildirəcək. Xeyli, az, çox, tamamilə, dəfələrlə. Çox az qarşımıza çıxan lazımınca sözüdür ki, bu da qarışdırılır. Amma bu da miqdar zərfləridir. Məsələn, az sözü eyni sayın təşkil ilə yarananlara məsələn biz nə demişdik? Deyirdik ki, bunlar miqdar zərfləridir. Bir də baxın 1-ə 5 sayda da demişdim. Bu say deyil. Görürsünüz, rəqəmləri görülə bilirlər ki, bu saydır. Xeyr, 1-ə 5 say deyil. Məsələn, 5-6 olsaydı, deyərdiniz ki, təxmini miqdar saylardır. Amma 1-ə 5 say deyil, 1-ə 5 zərfdir. Çünki heç vaxt ismin yanında gələ bilmir ki, say olsun. Deyirəm ki, 1-ə 5 artdı, 1-ə 5 azaldı. Faiz artımı kimi yadda saxlayın. Bu söz bir tərəfi yönlü şal şəkilçi qəbul iki sayın birləşməsi zərfdir. Təkrarla yarananlar az, çox və s. Bir də baxın, qat-qat sözüdür. Qat-qat sözü, məsələn, qat-qat bahalaşdı. Görürsünüz, deyirəmsə, nə qədər bahalaşdı? Olur miqdar zərfi. Amma məsələn,
Bunu istisna olaraq özüm yazmışam. Qat-qat yığ, necə yığ? Belə olduğu halda daha çox tərz hərəkət sərfinə daha çox bənzəyir. Deməli, indi siz mənə sual verə bilərsiniz ki, axı biz az, çox, xeyli, azacıq, bir qədər bu tipli sözləri sayda da görmüşdük. Bəs necə fərqləndirək? Mən də sizə deyəcəm ki, yoldaşlar, əgər cümlədə ismin yanındadırsa olacaq say, yox yanında deyilsə, hərəkətə aiddirsə olacaq zərf. Məsələn, deyirəm ki, az çörək. Görürsüz? Az çörək. Az çörək. Görürsüz, ismin yanındadır. Mən buna deyirəm say. Az danış, hərəkətlə əlaqədardır. Deyirəm buna zərf. Azacıq duz, say. Azacıq get, zərf. Xeyli dost, say. Xeyli danış, zərf. Deməli, bir qədər danışdı, bir qədər yemək və s. Bunlar da nə olur? Say və zərf. Hərəkət varsa zərf, isim varsa say. Amma aralarında bir sıra bir çox sözlərdir ki, indi görürsünüz mən bunların içində bunu vermədim. Bu sözlər yalnız və yalnız say olur. Zərf heç vaxt ola bilmir. Feillə heç vaxt əlaqəyə girə bilmir. Bir sıra danışdı, bir sıra güldü, bir sıra oturdu və s. deyə bilmirəm. Bir sıra və bir çox sözləri yalnız və yalnız say olur. Özündən sonra da bildiyimiz kimi necə isimlər tələb edir. Özündən sonra da yalnız cəm isimlər, yalnız və yalnız cəm isim gəlməlidir. Məsələn, bir sıra adamlar, ayso və s. Sonra elə burada da misal yazmışam. Əvvəl və qabaq sözləri qoşma kimi, zərf kimi işləndikdə, baxın, Nailədən qabaq Zəki gəldi. Qabaqdan əvvəl görürsünüz, çıxışlı hallı söz var deyə deyirik buna nədir? Qoşma. Amma mən qabaq gəldim, yəni öndə əvvəl mən gəldim. Bu da olur zərf. Sonra. Aha. Baxın, gecə, gündüzdən bəzi sözlərimiz var ki, isim və zərfə aid olan sözlər. Gecədir, gündüzdür, günortadır, axşamdır, səhərdir. Bu tipli sözlərimiz həm isim ola bilir, həm də zərf ola bilir. Fərqi nədir? İsim kimi nə, hara suallarına cavab verə bilər. Belə olduğu halda olur isim. Amma zərf kimi isə nə zaman, nə vaxt haçan sualına cavab verməlidir, feillə əlaqəyə girməlidir. Məsələn, deyirəm, gecə gündüzdən xeyirlidir. Baxın, nədən xeyirlidir deyirəmsə, nə sualına cavab verir, deməli isimdir burada gecə sözü, gündüz sözü də isimdir. Amma deyirəm gecə görüşərik, nə zaman görüşərik, nə zaman görüşərik, burada olur isə zərf. Axşam düşdü, baxın nə düşdü, demirəm nə zaman düşdü, deyirəm axşam düşdü, deyirəm isim. Amma da deyirəm axşam danışarıq, nə zaman danışarıq, burada isə olur zərf. Aydındırmı? Sonra sifət və zərf. Məsələn, bəzi sözlərimiz var ki, həm sifət olur, həm də zərf olur. Məsələn, deyirəm ki, açıq kitab. Necə kitab? Əgər ismin yanında gəlirsə deyirəm sifət, feillə əlaqəlidirsə deyirəm zərf. Bu oldu açıq kitab. Necə kitab? Sifət. İsmin yanında gəlib. Açıq danış. Necə danış? Zərfdir. Aydındırmı? Sonra başqa biz nələrdən danışa bilərik zərf barəsində? Zərf barəsində başqa, məsələn, sayın isim və zərflə ortaq olanlar dedim, sifət və zərflə ortaq olanlar, say və zərflə ortaq olanlar dedim. Başqa zərfə aid mən bilən əsas mövqelər dedim və çalışın ki, bunlar üzərində də işləyin və bunlar üzərindən də sual cavab edəcək.